Eriştəli toyuq şorbası hazırlayıram və bizdə toyuğun bel üstü, qabırğa hissələri, boyun hissələri qalır. Mən onu 2-3 saat yaxşıca qaynadıram, bulyonunu hazırlayıram və şorba hazırlayıram. Bu şorba üçün axşamdan islatdığım qaragöz lobyanı da qoyuram bişməyə və həmin toyuq hissələrinin üzərinə bir ədəd soğan əlavə edirəm və duzunu da əlavə edirəm. Yarıda duz əlavə edirəm və qoyuram bişməyə. Yaxşı 2-3 saat qaynadıram. Bir qazanda bir ədəd baş soğanı xırda-xırda doğrayıram. Yağ da qovururam, üzərinə yeri kök əlavə edirəm, sürkəcdən keçirilmiş şəkildə və bişmiş toyuğun hissələrini sümükdən ayırıram, xırda-xırda və əlavə edirəm həmin qazana və üzərinə bir çay qaşığı qədərində sarı köktə əlavə edirəm. Bir diş sarımsağı da əzirəm, əlavə edirəm üzərinə. Birlikdə yaxşı qarışdıram. 2-3 dəqiqə qəşəng qovrulur. Ondan sonra üzərinə həmin o 2-3 saat qaynatdığım toyuğun bulyonunu əlavə edirəm və bişmiş qaragöz lobyadan bir balaca kasada əlavə edirəm. Birlikdə qoyuram qaynamağa. Qaynayır, duzuna baxıram və əlavə edirəm bir qədər də duz və qara istiot. Və budur, ərişdəni əlavə edə bilərik. Hazırlayıb saxladığım qurudulmuş ərişdən var idi, əlavə etdim. Ərişdə videolarım çoxdur. Burada da yenə un, duz, yumurta və su istifadə olunub adi qaydada və qurudulub. Qarşıdan Ramazan ayı gəlir və bu şorbanı ürək rahatlığı ilə hazırlayıb iftar süfrələrinizə təqdim edə bilərsiniz və qış mövsümündə nəzərə alaraq şəfa deposu olan bu şorbanı mütləq siz də hazırlayın, nuş edin. Ən sonda isə toyuqlu olduğu üçün mən kək otu əlavə edirəm üzərinə, qurudulmuş kək otu. Siz istədiyiniz yaş və ya quru göyərti əlavə edə bilərsiniz. Və 5-6 dəqiqə ərişdə nazik olduğu üçün qaynaması kifayət edir və yeməyimiz hazırdır. Buyurun, siz də hazırlayın, rəylərinizi gözləyirəm, bəyənməyi, paylaşmağı unutmayın və videonu öz video listinizə əlavə edin, yaddaşı atın. Və rəylərdə qeyd etməyi unutmayın. Hardan yazırsınız və sizin olduğunuz ərazidə, bölgələrdə bu yemək necə bişirilir? Bölürsəniz şad olaram. Növbəti videolarda görüşmək ümidi ilə salamat qalın.